Salamlar dəyərli izləyicilərimiz. Bugün çox maraqlı bir mövzumuz var. Dərman yoxsa əməliyyat? Müayinəyə gəldikdə diaqnoz qoyulur və müalicəsi üçün ya dərman müalicəsi, ya da cərrahi əməliyyat təyin edilir. Adətən pasientlər əməliyyat adını eşitdikdə qorxurlar, belə ki, cərrahi əməliyyat həmişə riskli hesab olunur. Bəzi patologiyalar var ki, sadəcə bir damla ilə tam aradan qaldıra bilirik. Yəni başqa bir müalicəyə ehtiyacımız olmur. Bu infeksion proseslər, allergik reaksiyalar, quru göz, qlaukomanın müəyyən bir növləri və s. hallarda damla şəklində müalicə təyin edirik. Ancaq bəzi hallar var ki, məsələn, billurun bulanması, sonra refraksiya qüsurlarını tamamilə aradan qaldırmaq üçün qlaukomanın bir sıra növlərində, əgər göz təzyiqini damla ilə aşağı sala bilmiriksə, çəp gözlüyün bəzi növlərində yeni doğmuşların retinopatiyası və yaxud da anadan gəlmə kataraktalar zamanı da, həmçinin yaş kanalının keçməzliyi olduqda belə biz cərrahi əməliyyat mütləq təyin edirik və bu zaman cərrahi əməliyyat icra olunmalıdır. Bəzi hallarda pasientlər doktor hər hansı bir vitamin yazın, görmə qabiliyyətim güclənsin, qüvvətlənsin deyə bir suallarla müraciət edirlər. Əlbəttə ki, damlalar şəklində vitamin tipli müalicə təyin edə bilirik. Ancaq bu damlalar bizim görməmizin keyfiyyətini çox az dərəcədə artıra bilir, amma görmə qüsurlarımızı aradan qaldıra bilmir. Görmə qüsurları zamanı ancaq ya eynəklər, ya optik linzalar və yaxud da ekzimer lazer əməliyyatları vasitəsilə bu durumları aradan qaldıra bilirik. İstənilən halda müalicəniz individualdır. Yəni hər pasientin patologiyasına uyğun ən yaxşı və ən düzgün müalicəni seçirik. Əgər sizə əməliyyat təyin olunubsa, narahat olmadan əməliyyat olmanız məsləhətdir ki, sonradan bu problemlər daha da ağırlaşmasın. Bu və digər mövzularla YouTube videolarımız davam edəcək. Mütləq və mütləq diqqətiniz bizdə olsun.